Azkon Holding şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Koroğlu tankerinin tərsanə təmiri başa çatıb. Azkodan Bölgə TV-yə bildirilib ki, dəniz nəqliyyatı donanmasının tərkibində istismar olunan tanker üzrə təmir işləri Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilən təmir çərçivəsində tankerin sualtı və su üstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı işləri görülüb. Bundan başqa tankerdə gövdə qaynaq, elektrik quraşdırma işləri yerinə yetirilib. Həmçinin gəmi heyətinin yaşayış və xidmət otaqları müasir tələblər səviyyəsində yenilənib. Təmirdən sonra tanker yenidən istismara qaytarılıb və onun ilk səfəri Türkmənistanın Kiyanlı limanına olub. Uzunluğu 149.9, eni 17.3 metr, sürəti 12 uzel olan gəmi 13 min ton yük daşıma qabiliyyətinə malikdir. Rəna Rövşənqızı, BTV.